Rayona gedib çatmaq problemi var. Hə, insanlar evdən çıxanda tələsirlər sanki. hə, özlərini Formula 1 pilotu kimi aparırlar. Miqat etiraz qalır gözünü deşə ki, dayan, o yoldan mən keçməliyəm. Bəzi insanlardan söhbət gedir. Elə bilirsən ki, şeydədirlər, yarış pistindədirlər. Yəni mən elə fikirləşirəm ki, yol getmək də istirahətin bir hissəsidir. Yox, sürücü olursansa yolda Aha. yığırsan 7 nəfəri, 6 nəfəri özündən aparsansa, yəni sən necə istirahət edə bilərsən? Sən sürücüsən də. Biraz yavaş sürüb məsələn orta zolaqda İndi bir maşın sağına sevən adam soluna sənin kimi baxmalısan zövq da. ala bilər. Yox, mən elə fikirləşirəm ki, yəni o gedəcəyin məsafəyə də. Məsələn, Qəbəliyə gedirsən, İsmayıllıdan keçirsən, Şamaxıdan keçirsən, bir ətrafına sağına soluna da bax, o yaşıllıqdan da zövq al. Yoxsa Gəncəyə gedirsən, Kürdəmir yolu düppədəm düz trans. əndə o yolda razıyam, bəşdir. Çıxırsan birinci zolağa, məsələn sürücülər də aqressiv olur. Əksər insanlar. Yəni mən elə fikirləşirəm ki, problemi evdə qoyub çıxmaq lazımdır yola. Məsələn, birinci zolaqda hərəkət edirsən, dönmə işığını yandırıb birinci zolağa çıxmaq istəyirsən. Var ümumiyyətlə şəhərin içində də uzaq vuran işıqlarda daim deyək. Miqat etiraz qalır gözünü deşə ki, dayan, o yoldan mən keçməliyəm. Və yaxud biri fikri zolağını dəyişir. Yəni təhlükəli vəziyyət yaradırlar. İnsanlar o problemlərini evdə qoyub istirahəti tam rahat, şəffaf beyinlə. Hə, çıxsalar, bir də yolda yenə dediyim kimi, yolda saxlayıb düşüb hansısa bir şərt deyil ki, hansısa bir bahalı restorana girəsən, saxlayıb adi bir yolun kənarında, nə bilim, maşınla özündən apardın bir termosdan, baqaja açdın, düşdün o mənzərəyə baxdın, çay içdin, biraz fasilə ilə rahat-rahat. Yoxsa elə sürətlə Çatım. hə də bir dənə çatım həmin gedəcəyim oteldimi və ya kirayə evdimi, ora, yəni məncə düzgün deyil. Yəni yolda da istirahət eləmək lazımdır.